bəzən çətinlik çəkirik insanlara başa salmağa ki, yəni pozuntu dediyin zaman, xəstəlik dediyin zaman, yəni ömür boyu sağalmayan bir şey, yəni artıq yəni sonu yoxdur da, yəni tunelin sonunda bir işıq yoxdur. Yəni bu pisə doğru gedən bir şeydir. Əslində yox. Elə bir durumda yoxdur. Ya biz insana kömək ediriksə, ya da bu insan yetişkin dövründə gəlibsə, indiyənə kimi bacarıbsa, yəni bu problemlərlə özü fərqində belə olmadan bunların öhdəsindən gəlməyə, demək ki, bundan sonra da sadəcə bunun fərqində olmaq, yəni siz demişkən, bəlkə də müalicə almaq istəməyəcək, bəlkə də heç terapiyaya da getməyəcək, amma bunun fərqində olmaq o puzzleları yerinə otuzdurmaq deməkdir. Təəssüf olsun ki, o fərqində olmağın da bir sərhədi var. Yəni yüngül hallarda yetərli olacaq, orta ağır hallarda olmayacaq. Orta ağır hallarda o tavanda gəzən uşağa və ya gündə 5 dəfə əlcə itirən uşağa dərman bir mənalı lazımdır. Evet. Hal-hazırda əslində dəbdədir. Xüsusilə də bu ingilis dili mənbələrdə, hal-hazırda artıq mən rus və türk mənbələrində də Instagram üzəri baxırsan ki, bu haqda paylaşılan səhifə var, amma baxırsan mütəxəssis deyil. Yəni ümumiyyətlə bilinmir kimdir. Və zaten səhifədə bu adətən üzə çıxır da müxtəlif o tövsiyələrlə, hansı pəhrizlərlə filan ki, işə yaraması. Bunun sadə bir yolu var hamı üçün. Bu diaqnozu həkim psixiatr təyin edə bilər. Bir mənalı. Yəni digər insanların təyin etməsi mümkün deyil. Qeyri-həkim mühəndisi təyin etməsi isə ümumiyyətlə qanun pozuntusudur. Ona görə də yəni həkim qoymasa bu diaqnozu, bu zaten real deyil. Psixiatr deyil də başqa ixtisas həkimi qoyursa da, yəni bu da ehtimal olunur. Məsələn, pediatr və nevroloq bunu edə bilər, amma yenə də o yekun diaqnozu psixiatr təyin etməlidir.